Hörmətli tamaşaçılar, əziz Qarabağlılar, bu səfər sizi Qarabağımızın dilbər güşələrindən olan Xankəndidən salamlayıram. Elimizin, yurdumuzun gözəl bayramı, Novruz bayramı və Ramazan bayramı münasibəti ilə Xankəndidən bütün Azərbaycan xalqını təbrik edirəm. Allah Taala bayramınızı mübarək eləsin, ruzi bərəkətinizi bol eləsin. Mən Orxan Şirinli, sizin blogeriniz. Bugün Xankəndidən, buradakı yarmarkadan ən gözəl görüntüləri sizin üçün çəkirəm. Salam, xoş gördük sizi. Novruz bayramı ərəfəsində Xankəndidəsiniz. Nə hisslər keçirirsiniz? Çox gözəl. Çox gözəl günlər keçiririk. Çox qəşəng əhval-ruhiyyəmiz var. Sağ olsun bizi bu ərsəyə çatdıran bizim başçımız İlham Əliyev yoldaş, qardaş deyim. Hər bir şeyə layiqdir. Yaxşı insandır, gözəl. Allah şəhidlərimizə rəhmət eləsin. Qalanlara can Qazilərimizə can sağlığı qazilərimizə can sağlığı. Yoldaşım da 91-ci il, 92-ci ilin qazisidir. Yəni mən hər vaxt bu torpaqlarda ürəklə gəzməyə də hazıram. Sizin kimi oğlanları da Allah qorusun. Çox sağ olun. Hardan gəlmisiniz? Füzuli rayon Əhmədallar kəndi, Horadizdən. Birinci dəfədir Xankəndinə gəlmisiniz yoxsa bəli. ilk dəfədir? 59 yaşıma birinci dəfədir mən bu şəhəri gəzirəm. Çox gözəl. Çox gözəl Allah günlər sizə uzun ömür, can sağlığı Sağ versin. olun. Nəvələrinizlə birgə gözəl həyat Sağ ol, var nəsib ol. Allah eləsin. sizləri də Övladlarınızla bir qorusun. yerdə. Sizin də bayramınız uğurlu gəlsin, bütün cümləmizin. Amin bütün inşallah. elimizin, obamızın bayramı mübarək olsun. Çox sağ olun, var olun. Siz də sağ olun, var olun oğlum. Təşəkkürlər. Çox sağ olun. Sağ olun, yaxşı olasınız. Sağ ol. Xankəndidə xoş gördük sizi. Sağ ol, xoşunuza gəlmişik. Allah canınız sağ olasın. Hardan gəlmisiniz Xankəndimizə? Biz Ağdamdan, Ağdamdan, Seyitlidən. Seyitlidən, mənim kətçilərimsiniz. Bəli. Orada. Allah siz var. Nə his keçirirsiniz? Bayram günü Xankəndidə bayramı qeyd eləmək necə bir histir? Böyük qürur verici bir bayramdır. Böyük. Bəli. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah Taala can sağlığı versin. Amin. Bu gün onların sayəsində bütün buradakı bu analar, bacılar, uşaqlar hamısı çox gözəl firavan, rahat şəkildə yaşayırlar. Yenə onların qarşısında baş əyirik hamımız. Allah köməyin olsun. Allah Taala bütün ordumuzu qorusun.
Azərbaycan Amin. xalqını qorusun. Xalqımıza əmin-amanlıq, sülh arzu edirəm. Çok sağ olun. Teşekkürler. Bayramınız mübarək olsun. Azərbaycanın bayramı. Həmişə arzulayırdıq ki, elə Xankəndinin mərkəzində öz ağsaqqallarımız, ağbirçəklərimiz bax bu parkda otursunlar, asudə vaxtlarını səmərəli keçirsinlər. Elə bu görüntüləri də görürəm, həqiqətən də çox qürur vericidir, sevinirəm. Siz bir ağsaqqal kimi, buyurun. Şəhidlərimizin səbəbinə biz gəlib bu Xankəndində dincəllik, qadanız olaraq. Qada görməyin, çox sağ olun. Qazilərimizə də Allah can sağlığı, ömür versin hamısına. Çox sağ olun. Burada yaşayırsınız? Bizi qorusun Allah. Yox, qonaq gəlmiş. Qonaq gəlmisiniz. Hardan gəlmisiniz? Gəncədən. Gəncədən gəlmisiniz. Evet, evet. Birinci səfərdir Xankəndiyə gəlmisiniz. Allah Necədir hissləriniz? çox gözəl, Çox sağ çox ol. gözəl. Bəyəndinizmi Çox Xankəndimizi? gözəl, çox gözəl. Allah şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Hamısına şəhidlər. Allah səbir versin o valideynlərin hamısına. Amin. Bugünkü gündə bu gözəl bayramı Xankəndində keçirmək bizim üçün çox gözəl. Təşəkkür edirəm. Çox sağ olun. Salam, xoş gördük sizi Xankəndidə, gözəl Qarabağımızda. Xoş gəlmisiniz. Çox sağ olun, mən qürur duyuram. Əvvəla onu deyim ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ulu öndərimiz, mərhum ulu öndərimizin ruhu şad olsun. Onun davamçısı Zəfər prezidentimizə Allah təala can sağlığı versin ki, bu günləri bizə yaşatdı. Həqiqətən də adam bilmir nətər sevincini izah eləsin. Belə dəhşət sevinçdir bu. Baxıram aşağı, yuxarı, Xankəndinə, dağlara, ondan sonra binalarımıza inşa elədiyimiz və Allah prezidentimizə can sağlığı versin. Birinci vitse-prezidentimizə ömür versin ki, bu həyatı həqiqətən bizə onlar yaşar, onlar bəxş elədi, bəli. Bunu etiraf eləmək lazımdır, bunu uzanmaq mümkün deyil. Şəhidlərimizin, qazilərimizin sayəsində də bu günü gördük. Mən əlbəttə ki, mən qeyd elədim, əvvəlcə qeyd elədim, şəhidlərimiz, qazilərimiz birinci növbədə qeyd olunur. Baxıram gözəlliyə, Xankəndi belə deyil də, ermənilər məhv eləmişdi şəhəri. Belə deyək də, prezidentimizin sayəsində, onun daxili və xarici siyasəti sayəsində bura abadlaşdı, cənnətə döndü. İndi biz burada gəlib istirahət edirik, bundan qürur duymamaq olmaz. Allah Teala sizə də can sağlığı versin ki, çəkiliş yaparsınız. Mən sizin komandaya öz təşəkkürümü bildirirəm. Belə çəkilişləri davamlı həyata keçirmək lazım ki, qoy cəmiyyətimiz, insanlarımız bilsin. Ondan sonra qidalansın, belə deyək də, əgər mümkünsə, bu belə verilişlərdən qidalansın həqiqi mənada. Bir daha sizə təşəkkür edirəm. Sağ olun. Hardan gəlirsiniz? Mən Ağdamın Quzanlı kəndindən. Xoş gəlmisiniz. Çox sağ olun. Birinci səfərdir gəlirsiniz, yoxsa əvvəl gəlmisiniz? Çox gəlmişəm, amma mən hər gələndə bir cürə sevinirəm. Sevincimin həddi hüdudu yoxdur. Nəvələrimlə gəlmişəm bura, elə bilirəm ki, dünya mənimdir. Bu dünyanı bizə bəxş edən şəhidlərimiz, qazilərimiz, Zəfər prezidentimizə eşq olsun. Onların ruhu şad olsun. Çox sağ olun. Sizə də Təşəkkür edirəm. Çox sağ olun. Xoş istirahətlər. Sağ ol qadanam. Çox sağ olun. Çox sağ olun. Var olun. Adın nedir?
Çəkildirə. Şəkil çəkək, qəşəng. Baxın, baxın, baxın. Çəkildirə. Bayram xeyirli sen yar her sen gözlerinden sen bakın gözlerinden bilirəm sen çok seviyorum. Xalqımızın bayramı mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Onların sayəsində gəldik. Cənab Prezidentin Allah canına sağlıq versin. Mənim elə bir xanımoğlu şəhiddir. Allah rəhmət eləsin, yeri cənnət olsun. Sağ olun. İki əmmoğlu qazidir. Onların sayəsində. Şükür bu günə. Şükür. Bu günə şükür. Siz də Gəncədən gəlmisiniz. Xoş gəlmisiniz Qarabağımıza, səfa gətirmisiniz. Sağ olun. Sağ olun. Salam aleyküm. Xoş gördük sizi Xankəndidə. Hardan gəlmisiniz? Sizlə baxım. Biz Ağdamlıyıq. Ağdamlıyıq. Kolanıyıq. Kolanı elindən. Bəli, bəli. Mən də Seyidlidən. Gözəl, gözəl yerimiz. Xoş gəlmisiniz Qarabağımıza, Xankəndimizə xoş gəlmisiniz. Necə bir hissdir Xankəndidə Novruz bayramını, Ramazan bayramını qeyd etmək? Yəqin ki, bugün gəlmisiniz də, burada yaşamırsınız. Mən burada yaşayıram. Burada yaşayıram. Biz Bakıdan gəlmişik. Bakıdan. Evimiz var. Bəli. 3 gündə orada, bir gündə çıxdıq buranı ziyarət eləməyə. Ağdamda evlə təmin olunmusunuz, şəhərdən. Xeyirli uğurlu olsun inşallah. Sağ ol, təşəkkür Necə bir hissdir öz doğma eliniz, obanıza döndünüz 30 ildən sonra? Adamın dili gücü çatmır onu izah eləsin. Onu sözlə ifadə eləmək İfadə olur. eləmək çox çətindir. Gözəl Amma hisslərdir. Bundan gözəl hiss istəyərəm ki, Ola bilməz. Ola bilməz. Ola bilməz. Mən bu Qarabağdakı ermənisiz Qarabağda bu gün oturmuşam. Bəli, bəli. Ermənisiz. Bəli, bəli. Bu dünyada bundan gözəl nə var ki? Allah ordumuza dəyməsin. Allah Bəli, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, prezidentimizə Allah qüvvət qüvvət versin, versin, bəli, kömək olsun. Ordumuz mükəmməl olsun. Bu saat bizim inanırsan o xarici ölkələrdə bizim paxıllığımızı çəkən, Əlbəttə. ondan həsəd aparan ölkələr var. Amma şükür bu gün biz azad yaşayırıq, azad Qarabağdayıq, azad ölkəmiz var, heç kimdən asılı deyilik. Yəni biz Bəli. özümüz öz başımıza yaşaya bilərik, heç kimin kömək olmadan. Əksinə hələ biz o başqa ölkələrə də kömək edirik. Əlbəttə. Allah prezidentimizə dəyməsin. Amin, Allah amin. ordumuza qüvvət versin. Amin inşallah. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Çox sağ olun. Allah Sağ ol. təbrik Qarabağımızdan da sizin kimi ağsaqqalları əksik eləməsin. ederim. Amin, amin. Sağ ol. Ömrünüz Təşəkkür uzun ederim. olsun. Bu Qarabağda da xoşbəxt yaşayasınız inşallah. Təşəkkür, təşəkkür. Çox sağ olun. Təşəkkür ederim qardaş. Sağ olun. Mən bu gün elə mənim ad günümdür. Doğrudan Adım Novruzdur. Buyur bax. təbrik edirəm. Novruz bayramı. Elə bir Allah da məni bura yetirib ki, mən sizin ad günündə sizi çəkməyi nəsib edədi. Ad günümü elə Qarabağda keçir. Allah həmişə arzularınızı belə çin eləsin. Sağ ol qardaş. Minnətdarım. Təşəkkür ederim. Həm şəhid atasıdır, həm şəhid qardaşıdır. Doğrudan. Hamımızın Həm müharibə əlimidir, həm müharibə iştirak hamımızı yerə Yəni əməyimiz olubdur da, az da olsa. Borcumuzun borcumuz. Torpaq uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda. Yəni o bizim bir kişilik borcumuz. Allah ordumuza dəyməsin. Elə bir şey bizə bu sevinci yaşatdı. Necə deyirlər o itirdiyimiz o qüruru, nə bilim o nə isə qaytardılar özümüzə. Bəli. Yəni indi başı dik gəzirik biz.
O bizim Şükür bu günə. şirəmizdə bir dağdır, bildəki dalımızdakı məğlub olmuş ölkə gözdə məğlub olmuş Ağdam. Əlal xüsusda bu Qarabağlılar danışmağa, yəni Sözümüz yoxdur da dilimiz gödəkdir, başa sala bilmirik. Torpaqlarımızı azad edəndə yəqin ki fikirləşdiniz ki, şəhidlərimizin qanı alındı. Bəli. Onların ruhu indi şaddır ki, Bəli. bax indi hal-hazırda siz öz ad gününüzü Xankəndidə qeyd edirsiniz. Bilirsiniz bu bir zamanlar arzu idi, amma indi reallıqdır. Bəli. Bizdə elə bir arzuydu ki, top yeydi, yəni belə fikirləşirdik ki, Heç ağla gəlməz. ola bilər, ola bilməz. Tarixdə görünmür ki, işğal olunmuş torpaq halıqsa geri qalsın. Allah Bəli. bu öndərimizə rəhmət eləsin, onun qoyub getdiyi bu siyasəti, onun oğlu davam elətdirir. O da necə deyərlər, əhdinə çatdı, atasının arzuları yerinə yetirdi. Həmişə ulu öndərimiz deyirdi ki, Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız bizim günümüz bir günümüz olmasın. Bəli. Olmaz, Azərbaycan bunlarsız yaşaya bilməz. Öpürəm qardaş. Cənab prezident deyirdi ki, Şuşa alınanda yadınızdadırsa, atasının məzarını ziyarət elədi və dedi ki, mən ata vəsiyyətimi yerinə yetirdim. Bəli, bu Heydər Əliyevin qoyduğu bir vəsiyyət idi ki, o torpaqlar hamısı alınmalıdır. Bəli, bəli, bəli. Amin. Çox sağ olun bu xoş müsahibəyə görə mən də şad oldum. Minnətdarıq. Təbrik edirəm sizi bir də Sağ olun. ad gününüz münasibəti ilə. Təşəkkür edirik. Sağ olun. Sağ olun. işində də sən Çox sağ olun, var olun. Hörmətli tamaşaçılar, mən bloger Orxan Şirinli, Xankəndi şəhərindən çəkilişlərimiz davam edir. İndi Ramizə xanım və həyat yoldaşını gördük. Onlar da Ağdama köçüblər, Xıdırlı kəndinə və indi hal-hazırda bayram istirahətlərini Xankəndi şəhərində davam elətdirlər. Ramizə xanım, xoş gördük bir daha sizi. Nə deyə Nə bilərsiniz? xoş bizə ki, nə xoş Azərbaycan xalqına ki, bugünkü günü biz burada qeyd edirik, bahar bayramını, Ramazan bayramını, onu biz burada qeyd edirik. 33 il bundan əvvəl çox biz kədərli günlərlə biz buradan getmişik. Nə xoş bizə, nə xoş xalqımıza ki, biz bayramımızı burada qeyd edirik. Novruz bayramı müqəddəs bayramımızdır Bəli, və bəli. həmişə biz bayram vaxtları arzu edəndə deyirdik ki, gün o gün olsun. Bəli, Qarabağımız işğaldan azad olsun, Ağdamımız, Bəli. Xankəndimiz, yaralı yerimiz, Xocalımız Bəli. bizim işğaldan azad olsun və burada gələk gəzək. İndi reallıq odur ki, o arzularımız çin olub, olub. buradayıq. bəli. Doğrudan da bu his, bu düşüncə çox gözəldir. Siz nə deyə bilərsiniz bugünkü günlə bağlı? Mən də onu demək istəyirəm ki, bura gəlməyimiz, buranı azad eləməyimiz biz şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin. Amin inşallah. Allah prezidentimizin canını sağ eləsin. Dəmir yumruğun həmişə ucalarda olsun. Ucalarda olsun. Çox sağ olun. Hamısının canı sağ eləsin. Sağ olun. Thank you.
Aziz dostum, bu yerleri gezdi olan Gülistandır gül bükülüp her yanı. İstesen özünle getir olmanı, dertlerin devası Qarabağdadır. Dertlerin devası Qarabağdadır. Bir gece Ağdamda konak kalasan, bir gece Ağdamda konak kalasan, Abdal Gülablı'da süfle salasan. Eğer tanımasan haber alarsan, Tursuyun laylası Qarabağdadır. Tursuyun laylası Qarabağdadır. Əzinem dağdadır, aramda hem dağ